Sizcə kokos suyu yoxsa nar suyu? Nar suyunu çox içmişəm, ən sevdiyim sudur. İndi kokosun. Kokos heç vaxt içməmişəm, birinci dəfədir test eləyirəm. Görək necə bir məhsuldur. Uşaqlıqdan bəri ən çox belə deyim ki, filmlərdə, kinolarda görmüşəm. Burada bunun yeri var belə. Bilmirəm necə açılma qaydasını. Ya belədir. Baxaq görək bu necə açılır. Ya möhkəm bunu basaq. Da. Çətinliklə də olsa açdım bunu. Dadına baxaq. Bismillah. Çox maraqlı dadı var. Xüsusən də ki, bədəni belə deyim ki, cavanlaşdırıcı kimi istifadə olunur. Bədənə enerji verir. İdmançılar içirik. Yay aylarında çox belə deyim ki, həqiqətən də çox dadlıdır. Belə gözləmirdim. Elə bir ki, belə deyim də, it burnunun sokunun tamı gəlir bundan. Çox əladır. Alıb yoxlamağa dəyər. Ancaq ki, nar suyunun yerini vermir. Nar suyu da ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir nömrəli ürəyin fəaliyyətini. Nar suyu həqiqətən bundan da yaxşıdır. Mənim fikrimcə. Sizcə nar suyu yoxsa kokos suyu? Hansını istəyirsiniz? Daha çox sevirsinizsə yorumlara yazıb fikir bildirə bilərsiniz. Takip etməyi və bəyənməyi unutmayın.